Salam, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz sifətin müqayisə dərəcələridir. Gəlin ilk öncə baxalım ki, görək sifət nə edilir. Sifət əşyanın əlamət və keyfiyyətini bildirən əsas nitq hissəsidir. Necə, nə cür, hansı suallardan birinə cavab verir. Əlamət dedikdə gözlə görünə bilən, keyfiyyət dedikdə isə gözlə görünə bilməyənlər nəzərdə tutulur. Məsələn, əlamət dedikdə, məsələn, bizim indi mənim üzərimdə gördüyünüz hər bir şey mənə əlamətimi bildirir. Keyfiyyət isə insanın daxilində olan, gözlə görünmür. Məsələn, tutaq deyirəm, gözəl. Biz gözəli görürük, ona gözümüzlə gözəl olduğunu dəyərləndirir. Bu bizim əlamət bildirir. Amma deyirəm ki, yaxşı. Necə? Yaxşı. Yaxşı onursa, biz onun yaxşı əlamətlərin gözlə görə bilmirik. Olduğunun keyfiyyəti. Sifətin 3 müqayisə dərəcəsi vardır. Adi dərəcə, azaltma dərəcə və çoxaltma dərəcə. Gəlin görək ki, adi dərəcə nədir? Azaltma dərəcəsi nədir və çoxaltma dərəcəsi nədir? Adi dərəcə nədir? Əlamət və keyfiyyətin normada olduğunu bildirir. Demək, adi dərəcə nə oldu? Əlamət və keyfiyyətin normada olduğunu bildirir. Əgər əlamət və keyfiyyət normadadırsa, demək, nə götürəcək biz onu? Adi dərəcə hesab eləyəcək. Adi dərəcənin şəkilçisi yoxdur. Adi dərəcə digər dərəcələr üçün ölçü və meyar rolunu oynayır. Azaltma və çoxaltma dərəcələrinin xüsusiyyətləri yoxdursa, biz həmin sifəti adi dərəcə hesab eləyəcəyik. İkinci sifətin müqayisə dərəcələrindən biri azaltma dərəcəsidir. Əlamət və keyfiyyətin normadan az olduğunu bildirir. İki yolla yaranır, morfoloji və sintaktik yolla. Morfoloji yol nədir? Sintaktik yol nədir? Gəlin ilk öncə ona baxalım. Morfoloji yol sözə şəkilçi vasitəsilə, sözə şəkilçilər artırılır. Sintaktik yol dedikdə isə mürəkkəb sözlər nəzərdə tutulur. İki sözün birləşməsindən əmələ gəlir. Azaltma dərəcəsini morfoloji yolla düzəldilən şəkilçilər hansılardır? Imtıl şəkilçisi, imsof şəkilçisi, rak şəkilçisi, sof şəkilçisi, şın şəkilçisi, yanız şəkilçisi. Məsələn, deyirəm ki, qırmızı imtıl, göy imsof, yaxşıraq, dəlisov, sarışın. Məsələn, yazıram elə sarışın yazaq. Sarışın. Hansı dərəcədə olacaq? Sarı sözünün köküdür. Şın da, ümumiyyətlə yazıcı saxlayın bir şeydə. Sifətin dərəcə şəkilçiləri qrammatik şəkilçilərdir. Bunu bir mənalı olaraq yadınızda saxlayın. Sarışın hansı dərəcədədir? Əlbəttə ki, azaltma dərəcədə. Hansı yolla yaranır? Morfoloji yolla yaranır. Sintaktik yolla necə yaranır? Sintaktik yolla da dedik ki, mürəkkəb sözlərin köməyi vasitəsilə əmələ gəlir. Dedik ki, məsələn, ala açıq, defislə, təhərkəm, bitişik yazılır. Az isə ayrı yazılır. Bu sözlərin vasitəsilə azaltma dərəcəsini yaratmaq mümkündür. Bax, burada orfoqrafiyanı da nəzərə alıb yazmışam. Azaltma dərəcəsində biz orfoqrafiya qaydalarını, orfoqrafiya yəni sözü düzgün yazılış qaydalarını da riayət eləmək lazımdır. Məsələn, ala açıq defislə təhərkəmsə bitişik yazılır. Məsələn, burada yazmışam, qırmızı tər, görsünüz, defislə yazmışam. Kəm şirin, bitişik yazmışam. Yəni, biz kəm şirini ayrı yazsaq, düzgün hesab olunmayacaq, orfoqrafiya səhv hesab olunacaq. Uşaqlar, bir şeydə yadınızda saxlayın. Sifətin müqayisə dərəcəsi deyərkən, sifətə aid olan xüsusiyyətlər nəzərdə tutulur. Məsələn, bizim şagirdlərimiz bəzən səhv salırlar. Elə harada kəmi gördülər və yaxud da təhəri gördülər və yaxud da açıq sözünü gördülər, azaltma dərəcəsini götürürlər. Xeyr, bəzi sözlər var, indi izah eləyəcəm. Yəni, izah eləyəndən sonra biləcəksiniz ki, belə götürmək olmaz. Məsələn, yazıram kəm savad. Savad yazdım. Kəm savad sözünü görən kimi şagirdlərimiz bunu nə götürür? Azaltma dərəcəsi hesab olunur sintaktik yolla. Xeyr, bu azaltma dərəcəsi deyil. Niyə görə? Çünki savad isimdir. Biz, əgər ismin dərəcəsi yoxdur, sifətin müqayisə dərəcələri var. Sifətin müqayisə dərəcəsi olduğuna görə, demək ki, savad sözü isim olduğuna görə kəm savad sadəcə mürəkkəb sifətdir. O da hansı dərəcə hesab olunacaq? A dərəcə hesab olunur. Yəni, burada sifət olmadığına görə biz, görürsən, şirin sözü yazmışam. Kəm şirin. Həqiqətən də şirin sifətdir. Demək, kəm sözünə birləşib, azaltma dərəcəsi əmələ gətiribdir. Sonra, çoxaltma dərəcəsi. Əlamət və keyfiyyətin normadan çox olduğunu bildirir. Çoxaltma dərəcəsi də iki yolla yaranır. Morfoloji yolla və sintaktik yolla. Morfoloji yolla az öncə izah elədim.
Caca şəkilçi vasitəsilə yaranır. Məsələn, yazıram körpəcə. Yazmışam burada. Sonra sifətin ilk hecasına m, p, r, s samitləri əlavə etməklə. Bəzi şagirdlərimiz bunun yarandığı yolu başa düşmürlər. Çox rahatdır. Məsələn, götürürəm sarı sözün. Sarı sözün. Deyir ki, sifətin ilk hecasına m, p, r, s samitləri əlavə etməklə sözü özündə birbaşa artırır. Məsələn, sifətin ilk hecası haradır burada? Sağ sözüdür, düzdür. Bir də sağın ilk hecasını götürəndən sonra sözü bütöv şəkildə həmin söz şəkilçinin üzərinə artırır. Məsələn, sap ilk hecasını götürdüm. Demək, bu pırısı samitlərdən p gəldi bura. Sarı sözündə diyordu. Sap, sarı. Oldu morfoloji yolla yaranma. Məsələn, istisna olaraq deyək, balaca sözü A-da dərəcədə hesab olunur. Sintaktik yol nədir? Sintaktik yollarda da ən, laf, daha, olduqca və çox ədatları vasitəsilə çoxaltma dərəcəsində sintaktik yollar əmələ gəlir və ayrı yazılır. Düm sözə bitişik yazılır, zil ayrı yazılır, tünd defslə yazılır. Məsələn, yazıram düm ağ. Düm ağ. Bitişik yazılmalıdır. Zil ayrı yazılmalı. Məsələn, zil qara ayrı yazıldı. Ədatlarda dedik ki, laf, qəşəng, qız idi məsələn. Bu da söz ayrı yazdım. Bəzən ən, laf, daha olduqca çox ədatları gördükdə biz onu çoxaltma dərəcəsi hesab eləməyəcəyik. Məsələn, nümunə deyirəm. Deyirəm ki, laf, belə yazaq da. Laf, o məni tanıdı. Məni tanıdı. Sadəcə olaraq deyirəm, o məni tanıdı. Burada sifət varmı? Sifətin müqayisə dərəcəsi ola bilməz. Çünki hansısa bir sifətin qarşısına atır. Bunlardan sonra mütləq sifət olmalıdır. Məsələn, deyirəm, laf yanımda dayanmışdı. Laf yanımda dayanmışdı. Düzdürmü? Dayanmışdı. Burada hansısa bir sifət varmı? Laf sözü sifətin müqayisə dərəcəsini bildirsin. Xeyr. Yəni, deməyim odur ki, ən, laf, daha olduqca. Ümumiyyətlə, bu sintaktik yolla yaranmada mütləq onlardan sonra sifət işlənməlidir. Sifət işlənmirsə, biz onun müqayisə dərəcəsi hesab eləməyəcəyik. Sağ olun, təşəkkür edirəm.